Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Deməli, OTK nəşrlərinin blok fənlər üzrə keçirdiyi sınaq imtahanının informatika suallarına baxırıq. Birinci sualımız belədir. Onluq say sistemində verilmiş belə bir ədəddir. Bu ədədi ikili say sisteminə çevirsək, alınan ədədin yazılışında neçə dənə sıfır rəqəm olar? Gəlin bu verilmiş ədədin bütün rəqəmlərini 2-nin qüvvəti şəklində göstərək. Deməli, 4 üstü 20-ni necə yaza bilərik? 2 üstü 2-nin üzəri 20 kimi. Buradan qüvvətə vurulacaq verilmiş ədəd olacaq 2 üstü 40. Daha sonra 8 üstü 10 ədədi verilib. 8 üstü 10'u biz necə yazarıq? 2 üstü 3'ün üzəri 10 kimi. Burada nəticəmiz 2 üstü 30 alınacaq. Və daha sonra 16 üstü 5 ədədini çevirəcək. Buradan da 2 üstü 4'ün üzəri 5'dən 2 üstü 4 dəfə 5, 20 rəqəmi alınmış olacaq. İndi məsələ nədir? Gəlin indi xırda bir məqam üzərində bir nüans izah edeyim sizə. Misal üçün, bax, 2 üstü 5'in üzərinə 2 üstü 3 gəlsək, üzərinə də 2 üstü 1'i gəlsək, bu ədədi ikili say sistemində ifadə etməyə çalışsaq necə yazarıq? Bilirik ki, 2 üstü 5 ikili say sistemində bir yanında 5 dənə sıfır verən bir ədəddir. Bu formada yazacaq. Bunun üzərinə 2 üstü 3, yəni bir yanında 3 dənə sıfır olan bir ədədi, 2 üstü 1'i bir yanında 1 dənə sıfır olan bir ədədi gəlmiş olacaq. Burada mən nəyi nəzərinizə çatdırmaq istəyirəm? Bax, bizim sıfırlarımızın sayı ən böyük qüvvətlə ölçülür. Yəni, burada normalda deyirik 2 üstü 5'də 5 dənə sıfır var. Amma bundan sonra gələn rəqəmlər bu 5 dənə sıfırın bir neçəsini itirəcək. Yəni, necə? Bax, burada toplayanda bu olacaq 0, bu olacaq 1. Bax, 2 yanında bir dənə sıfır var, ha. Üzrsən, bir yanında bir dənə sıfır var. Bax, o 1 bu sıfırların birini udacaq. Daha sonra bundan əvvəlki ədədin biri də yenə o sıfırların birini də udacaq. Və artıq bizim əgər 5 dənə bayaq sıfırımız var idisə, indi onun ikisi gedəcək, 3 dənəsi qalacaq. Deməli, bu gedəcək, bu və bu. Nəticədə olacaq 3 dənə sıfır. Yəni, demək istəyirəm ki, özündən sonra kiçik gələn ədədlər o böyük ədədin sıfırlarını udmuş olur. Eyni qayda burada da keçərlidir. Normalda 2 üstü 40 sayda sıfır var. Bir dənə sıfır 2 üstü 30'a görə gedəcək. Olacaq 2 üstü 39 sayda sıfır, yəni 39 dənə sıfır. Biri də 2 üstü 20'ye görə. Yəni bir yanında 20 dənə sıfır olacaq. O bir oradakı sıfırın birini də götürmüş olacaq. Nəticədə 38 dənə yekunda sıfır qalmış olacaq. Aha. Mətn redaktorunda mətn üzərində aşağıdakı ardıcıl əməliyyatlar yerinə yetirilmişdir. Mətnin müəyyən bir hissəsi seçilərək Ctrl+X düymələri sıxılmışdır. Deməli, Ctrl+X kəsmə əməliyyatını yerinə yetirən düymələr kombinasiyası. Deyək ki, müəyyən bir mətnimiz var. Bu hissəsi deyək ki, seçilib və Ctrl+X olubsa artıq kəsilib. Eyni zamanda mübadilə buferinə köçürülüb. Kursor mətnin sonuna gətirilərək Ctrl+V düymələri 3 dəfə sıxılıb. Aha, mətnin sonunda deyək ki, buradadır. Burada bayaq mübadilə buferinə köçürdüyümüz əməliyyatı 3 dəfə yapışdıracaq. Bu 1, bu 2, bu da olsun 3. Daha sonra Ctrl+Z düyməsi 2 dəfə sıxılmışdır. Ctrl+Z sonuncu əməliyyatın ləğvi üçün istifadə olunan düymələr kombinasiyasıdır. Yəni, bu 2 dəfə sıxılıbsa, sonuncu o 2 əməliyyatın ikisini də ləğv edəcək. Biz sonuncu dəfə nə edirik? 3 dəfə yapışdırma əməliyyatını yerinə yetirdik. Bunun ikisi ləğv olunsa, bircə dənə yapışdırma əməliyyatı qalacaq. Yəni, sadəcə deyəcək ki, burada bir hissəsi seçildi, kəsildi və başqa bir yerə bircə dəfə yapışdırıldı. Hansı fikir doğrudur? Seçilmiş hissə ilkin yerindən silinir və mətnin sonunda bir nüsxəsi yaranmış olur. Bircə dəfə mətnin sonuna yapışdırılmış olacaq. Elə cavabımız olacaq A variantı. Digər variantlara baxsaq, seçilmiş hissə ilkin yerində qalır. İlkin yerində o zaman qalardı ki, Ctrl+X ilə yox, Ctrl+C ilə biz kopyalayardıq. Onda ilkin hissəsi yerində qalacaqdır. Bu halda səhvdir. Seçilmiş hissə həm ilkin yerində qalır, yox, yerində qalmır. Bu, yəni yerindən silinir. İlkin vəziyyətdə qalmır, ilkin yerindən silinir və mətnin sonunda 3 nüsxəsi yaranır. 3 nüsxəsi yox, bircə dənə nüsxəsi. Çünki Ctrl+Z o son 2 nüsxəni aradan qaldırır, əvvəlki vəziyyətə qaytarır. Daha sonra, indi isə baxaq 63-ə. Deməli, belə bir V siyahısı verilib bizə. X bərabər V1. Nömrəliyək 0, 1, 2, 3, 4. Onda X olacaq V1-ci element, yəni 20. Delete V1-i silir. Bu durumda V1 siyahısından 20 elementi silinəcək. Daha sonra V.remove 10 yazılıb. Baxırıq ki, siyahıda 2 dənə 10 var. Remove funksiyası ilk rast gəldiyi 10'u silir. Yəni, birinci 10'u siləcək. Onda V siyahısı 33, 40 və 10 vəziyyətinə gəlib çatmış olacaq. Daha sonra gəlirik şərti yoxlamağa. Len V, len burada sayı 3 olacaq. Bu kiçikdir mi X-dan? Yəni, X 20 idi. Buna deyirik hə. Hə deyəndə gəlirik bu hissəyə. Deyir ki, V.insert 0-cı mövqeyə V.count 10'u əlavə elə. Yəni, V siyahısında onların sayını gətir 0-cı mövqeyə əlavə elə. V siyahısında da bircə dənə 10 var. Onda V siyahısının 0-cı mövqeyinə, yəni tam əvvəlinə 1 əlavə edilmiş olacaq. Yəni onların sayı əlavə edilmiş olacaq. Olacaq 33, 40 və 10. Daha sonra
v.find yazılıb. Baxın, burada bir məqam var. Find funksiyası sətirlərə aid olan bir funksiyadır. Yəni, bu siyahılarda işləmir. Mən bu proqramı yığdım burada. Və düz bu formada yığdım. Burada bir dənə nüansı qeyd eləməmişəm. Bunu biz run eləyəndə baxın, bizdə xəta qaytarır. Çünki siyahılarda find funksiyası işləmir. Biz bunun üçün nə edə bilərik? Find yox, bura yazarıq index. Index funksiyasını qeyd edərik. Bura yazarıq 0. Baxın, bu formada yazdıqda bizim belə deyək, proqramımız işləyəcək. Və nəticəni bizim üçün ekrana çıxartmış olacaq. Yəni, bu ümumiyyətlə doğru bir yazılış deyil. Find funksiyası siyahıda işləmir, sətirdə işləyir. İndeks yazıb, burada 0 yazdılar. İndi bunun mənası nədir bu formada yazılışın? Bu deməkdir ki, axtardığı elementin indeksi mənfi 1-dən fərqlidirsə, yəni varsa ki, zaten var, 10 siyahıda var. O zaman print sum'ı ekrana çıxartsın. Yəni, siyahının elementlərinin cəmini ekrana çıxarsın. Biz də bu şərtdə hə deyirik. Ona görə də 1 + 33, + 40, + 10 nəticəsini çap etmiş oluruq. Amma dediyim kimi, bu funksiyanın yazılışı bu formada doğru deyil. Doğru olmalıdır. Ya bu formada yazmaq lazımdır ki, doğru olsun. Ya da heç bir funksiya daxil etmədən belə yaza bilərik ki, if 10 in v. Yəni, v-nin daxilində 10 varsa, o zaman cəmlə. Baxın, bu formada da nəticəmiz 84 gəlmiş olur. Ümid edirəm, məntiqi aydındır. Yəni, bu funksiya siyahılarda işləmir. Siyahılarda find-i count funksiyası əvəz edir və find funksiyası axtardığı elementi tapa bilməyəndə -1 qaytarır. Index funksiyası isə count deyirəm, üzr sayın, index funksiyası işləyir. Index funksiyası isə axtardığım elementi tapa bilməyəndə 0 qaytarır nəticəni. Yəni, burada bir xırda səhvə yol verilir. Nəticəmiz olacaq hər bir halda 84 bu elementlərin cəmi olacaq A variantı. Daha sonra deməli, belə bir ifadə verilib bizə. Sezar üsulu ilə şifrələndikdə bu vəziyyəti alıb. Aha, eyni qayda ilə date ifadəsi şifrələnirsə necə olar? Gəlin baxaq. Deməli, T, H, S, C ifadəsi olub belə bir vəziyyətdə. V, K, V, F formasında. Gəlin görək, burada K, yəni şifrələnmə neçədir? Deməli, T-dən W-yə gəliblər. T bizdə buradadır. 1, 2, 3, 4. Dördüncü element bizə W-dur. Onda K bərabər 4 ilə düşünsək, görək H-dan K-ya 4 ilə gələ bilərikmi? 1, 2, 3, bəli, 4 olacaq K. Deməli, K bərabər 4 açarı ilə şifrələnib. Onda biz də date sözünü K bərabər 4 açarı ilə şifrələyəcəyik. D hərfindən hara gələcək? 4 ilə simvol keçməklə. 1, 2, 3, 4 olacaq K hərfi. A hərfindən 1, 2, 3, 4 olacaq D hərfi. T hərfindən 1, 2, 3, 4 olacaq W. Və Y hərfindən deməli 1, 2, 3, 4 olacaq I hərfi. Nəticəmiz belə bir formada alınmış olacaq. G, D, W, I. W, H gəlib. Bircə dəqiqə. Ola bilsin, burada səhvə yol verdim. Bircə dəqiqə. Deməli, Y-dən 1, 2, 3, 4 H-a gəlir. Bəli, üzr sayın, olacaq H. Nəticəmiz olacaq D variantı. Daha sonra baxırıq indi 65-ə. Deməli, T3 ilə müraciət edirik. TH I-yə. Tamam, gəlirik bura. T3 yazırıq. Bu H-ın dəyəridir, bu I-nin dəyəridir. H bərabər M, IH, M, I bizdə 3-dür, H da 3-dür. Üzərinə gəl I, yəni 3. Onda gəlin M3, 3-ün nəticəsini ikinci defdən müəyyənləşdirək. Yazırıq M3, 3. Buradan A bərabər bu A-dır, bu B-dir artıq. A bərabər A vur 3, 3 vurulsun 3, çıxılsın 2. 3 dəfə 3, 9, 2 çıxanda 7 alacaq. B də bərabər A üstə gəl 3. A-nın yeni dəyəri 7-dir. Üzərində 3 gələndə nəticəmiz olacaq 10. Return A plus B-ni qaytarır. Yəni 10 üstə gəl 7-ni qaytaracaq, olacaq 17. Demək ki, bizim bu funksiyamızın nəticəsi 17-dir. 3 də buradan nəticəmiz olacaq 20. Daha sonra bu H-ın nəticəsi, I-nin dəyəri isə I bərabər H plus 3-dür. Yəni 20 üstə gəl 3, nəticəmiz olacaq 23. Və daha sonra return H plus I-ni istəyir bizdən. 20 ilə 23-ün cəmi bizdə olacaq 43. Yəni cavabımız olacaq B variantı. İndi baxırıq bura. Deməli, len LST siyahısına müraciət edir. Sayacaq siyahının elementlərini 3, 2, 5 dənə elementi var. Buradan saydıq oldu 5. Demək ki, I bizdə 0, 1, 2, 3, 4 dəyərləri ilə deməli dövrə gələcək. Daha sonra əgər list i-ci element, yəni siyahının həmin elementi 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirsə, yəni cütdürsə, o zaman ədədin 2-yə bölünməsindən alınan tam hissəni tapacaq. Yəni ədəd həmin ədəd 2-yə bölünməsindən alınan tam hissə ilə əvəz olunacaq. Əks halda, yəni təkdirsə, o zaman ədəd 2 misli ilə əvəz olunacaq. Çox maraqlı bir sualın nəzərində. Həm uzun, həm də qısa yolla bu sualı işləyək. Deməli,
L bərabər 0 ilə başlayırıq. L deyirəm, üzr istəyirəm, I. I bərabər 0 ilə başlayırıq. Sual olunur. L inci element listi yazılıb. Mən sadəcə L yazacağam. L inci elementin 2-yə bölünməsindən alınan qalıq. Bərabərdirmi 0-a? L inci element 0, 1, 2, 3, 4. L0 bizdə 2-dir. 2-nin 2-yə bölünməsindən alınan qalıq. Bərabərdirmi 0-a? Deyirik, hə. O zaman L inci elementi, yəni L 0-cı elementi əvəz et. L 0-ın 2-yə bölünməsindən alınan tam hissə ilə. Yəni L 0-cı element bizdə 2-dir. 2-nin 2-yə bölünməsindən tam hissə bizə 1-i verəcək. Onu da L 0 dəyişəcək, olacaq 1. Gəlin buradan yenidən yazaq. LST bərabərdir. Deməli 2, 3, 4, 5, 6-dır normal forması. Bu 0, bu 1, 2, 3, 4. Bu oldu bizdə 1. Birinci dövrü başa çatdırdıq. İndi I bərabər 1 ilə müraciət edirik. Deyirik L birinci elementin 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? L birinci element 3-dür. 3-ün 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Bu şərtdə deyirik yox. Yox deyəndə düşürük L-sə. O zaman deyirik ki, L birinci elementi əvəz et. L1 vur 2 ilə. L birinci element bizdə 3-dür. 3-ü 2-yə vursaq, eləcək 3 dəfə 2, 6. Onu da L1 olacaq bizdə 6. Gəlirəm, I bərabər 3 ilə müraciət edirəm. L 3-cü elementin 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? L 3-cü element bizdə hansıdır? Deməli, 3 deyirəm, üzrü sayın 2 ilə. Və bu 0, bu 1, burada da 2 olmalıdır. Bir dəqiqə. L ikinci element olmalıdır. L ikinci element 4'dür. 4'ün 2'ye bölünməsindən qalıb. Bərabərdirmi 0-a? Deyirik, hə. O zaman ne? L ikinci elementi L2'nin 2'ye bölünməsindən alınan tam hissə ilə əvəz et. L2 4'dür. 4'ün 2'ye bölünməsindən tam hissə bizə 2'ni verəcək. Onu da bu dəyişəcək olacaq 2. I bərabər 2 ilə müraciət etdik. İndi I bərabər 3 ilə müraciət edəcəyik. Deyəcək L 3-cü element. Deməli, 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? L 3-cü element 5'dir. 5'in 2-yə bölünməsindən qalıq bərabərdirmi 0-a? Buna deyirik yox. Yox dediyimiz halda L 3-cü elementi else qoluna düşərək həmin elementin 2 misli ilə əvəz edəcək. Yəni L 3 bizdə 5'dir. 5'i 2-yə vuranda nəticəmiz olacaq 10. Doğru mu? Bu da oldu 10. Daha sonra deməli, ən sonda I bərabər 3, I bərabər 4 ilə müraciət edirik və dövrü sonlandırırıq artıq. İndi deyirik, L 4-cü elementin 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? L 4 bizdə 6-dır. 6-nın 2-yə bölünməsindən qalıq 0-a bərabərdirmi? Hə, deyirik. O zaman L 4-ü əvəz edirik, deməli, L 4-ün 2-yə bölünməsindən alınan tam hissə ilə. Yəni 6-nın 2-yə bölünməsindən tam hissə olacaq 3-dür. Bu oldu 3. Yekunda L siyahısı olacaq bu şəkildə. Deməli, 1, 6, 2, 10 və 3. Baxın, yeni bir bu formada siyahı yaradılmış oldu. İndi bizdən nə soruşulur? LS-də 1-dən 4-ə qədər olan hissəni götür. 0, 1, 2, 3, 4. Yəni 1-dən 4-ə deyirsə, bu durumda 1-i 2-ni 3-ü götürəcək də son rəqəm götürülməyəcək. 6, 2, 10 götürüləcək buradan. Baxın, bu hissənin dəyəri olacaq 6, 2, 10. Və daha sonra da sum vasitəsilə bu elementlər cəmlənəcək. Onda 6 2 eləyəcək 8, onu da buradan eləyəcək 18. 6 üstə gəl, 2 üstə gəl. Ondan nəticəmiz 18 alınmış olacaq. Bu bizim bir növ uzun formada həll qaydamızdır. İndi gəlin qısa şəkildə baxaq. Bax, buradan nəticəni 18 aldıq öz yerində. Bayaq dedik ki, ədəd cütdürsə o zaman yarıya bölünəcək. Təkdirsə 2 dəfə artırılacaq. Onda ədədlərə bir-bir müraciət edirik. 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır. Ədəd cütdürmü deyirik? Hə, o zaman yarısı ilə əvəz olunacaq. Təkdirsə 2 mislindən 3 dəfə 2 olacaq 6. Cütdürsə yarısı 2-dir. Təkdirsə 2 mislidir, 5 dəfə 2. 10-dur, cütdürsə yarısı 3-dür. Olacaq bu formada. Baxın, bu daha rahat bir həll qaydamızdır. Burada da yenə indeksləyib 1-4 aralığını götürüb cəmləyəcək. Yəni bu ən rahat üsuldur. Sadəcə proqramın məntiqini tam aydın, necə deyim, başa düşə bilsək, daha rahat qayda alır. Baxın, bu qədər 5 dənə dövr getmədən həll edə bilərik. Buradan dəyərimiz oldu 18. Yəni Y variantı. Daha sonra deməli, verilənlər bazası struktur modelinə aid deyil. Realyasiyalı modelimiz var, obyekt nömrü var, şəbəkə var, iyerarxik var. Amma birin çoxa, çoxun çoxa, çoxun birə, birin çoxa əlaqələri bu cədvəllər arasında əlaqələrdir. Yəni bunun struktura aidiyyəti yoxdur. Daha sonra B3 xanasında belə bir düstur qeyd olunub və bu hansı xanaya köçürüldüyü bu vəziyyətə gələr soruşulur. Baxaq. Burada bir məsələ var ki, baxın, deyək ki, B3 xanasına B2 üstə gəl C4 üstə gəl D neçəsə bir düstur yazılıb və bu hər hansı bir xanaya köçürülüb. B2 üstə gəl B4 üstə gəl C3 üstə gəl 3 şəklini alıb. Onu da belə edək. Biz bu xananı bilmirik. Bu xananın köçürək B3-ə.
Görək necə olur. Çünki bu şəkildə tam doğru bir nəticə yoxdur burada. Müəyyən bir qaralama qeyd olunub. Necə yaza bilərik bunu? Hər hansı bir x xanasında B2 üstəgəl B4 üstəgəl C3 üstəgəl 3 düsturu yazılıb. Bu düsturu əgər biz B3-ə köçürsək, buradan nə alarıq? Amma biz bilmirik də hansı xanadan bura gəlib. Yox, bu şəkildə biz nəticəni əldə edə bilməyəcəyik. Təxmini bunu bilirik ki, B3 xanasında belə bir nəticə alınıb. B2 üstəgəl C4 üstəgəl D neçəsə. Təxmini belə bir nəticə alınıb. Onda bu xana neçə olar? Və B2-dən B2-yə gəlibsə, demək ki, bunun qabağında dollar var imiş ki, bu dəyişilməyib. B-dən C-yə gəlibsə, demək ki, sətr bir vahid artırılıb. Onda bu ola bilər A. A-dan B-yə gəlmiş ola bilər. Amma yox, B3 köçürülüb bura. Yox, üzr istəyirəm. B3 bura köçürülübsə, B-dən C-yə gəlir. Onda ola bilər bu C. İndi bir C dəqiqə. Bu C olsa, 4 qalıb öz yerində, sütun dəyişilməyib. Baxın, sütunlar görürsünüz, heç birində dəyişilməyib. Onda C3 də burada qalıb öz yerində. Onda C-dən D-yə gəlibsə, biz yenə bunu sətrin olduğu kimi saxlayacaq. Sətr dəyişilməyib. Onda bunu C3 kimi götürmək olar. C3 yoxsa C4 kimi. Bir dəqiqə. Gəlin bir dənə buna təxmin nəzər yetirəcək. Çünki tam olaraq nəticə bilinmir. B3-ü biz C3 kimi götürürük. Niyə? Çünki nədənsə gəliblər B3-ə belə bir nəticə alıblar. Biz bunu arxaya qaytarırıq. Onda biz hansını yaza bilərik? Bax, buradan yazsam, deyək ki, bunu C götürsəm. B-dən B-yə gəliblər, bu dəyişməyib. Demək ki, bunun qabağında hər iki halda dollar olub. C-dən B-yə gəliblər. B3-dən deyir, hansı xanaya gətirsə bu vəziyyətə gələr. C-dən B-yə gəliblər, bir arxaya gəliblərsə, onda biz də B-dən A-ya gələrik. Yox, bu A olar onda. Bu A olar, bircə dəqiqə. Sətr heç birində dəyişməyib. Baxın, 2-dir, 4-dür, 2-dir, 4-dür. Bu dəyişməyib. Onda bu da 3 olacaq, olduğu kimi qalacaq. Onda biz bunu A3 kimi götürə bilərik. Aha, A3 kimi götürsək, həqiqətən də D-dən C-yə gəliblər, B-dən A-ya gəliblər, 3 olduğu kimi qalıb. Burada da bir dənə sərbəst 3 olub hər halda ki, sərbəst dəyişilmir də, olduğu kimi qalır, hara köçürülürsə köçürülsün. Onda doğru cavabı biz A3 kimi götürə bilərik. Təxminən deyirəm, çünki %100 burada bir rəqəm verilmədiyinə görə tam bilmək olmur, amma təxminən, yəni buradakı verilənlərə əsasən A3 götürmək mümkündür. Nəticəmiz buna əsasən A3 ola bilər. İndi baxırıq bu sualımıza. Deməli, şərtdə bizə deyir ki, T üçün ən son dəyər 84 çopa gedib. Aha. İndi biz nəyi tapmalıyıq? N üçün daxil edilə biləcək ən kiçik və ən böyük ədədləri. Deməli, T-nin ilkin dəyəri 24-dür. 24-ün üzərinə hər dövrdə 15 gəliblər. Amma bilmirəm ki, neçə dəfə gəliblər. Bu bərabər ən sonda 84 olub. Biz bu hesablama nəticəsində dövrün sayını müəyyənləşdirəcəyik. Dövr sayı. Buradan x bizə neçə eləyəcək? 84-dən 24 çıxsam, eləyəcək 60. Bunu da 15-ə bölsəm eləyəcək 4. Demək ki, 4 dəfə biz dövr eləmişik. İndi baxaq. Deməli, n-in dəyəri ilk başda bilinmir neçədir. N-i yazırıq bu şəkildə. Hər dövrdə n 3-ə vurulur. Yəni, birinci dövrdə 3-ə vurulur, ikinci dövrdə yenə 3-ə vurulur, sonra yenə 3-ə vurulur, yenə 3-ə vurulur. Yəni, hər dövrdə 3-ə vurulur. 4 dənə dövr getdiyinə görə mən bunu bu şəkildə yazıram. İndi bu böyüdümü 729 şərtinə biz bu ən sonuncu şərtimizdə bu şərtimizə yox deməliyik ki, yox dedim, hə deməliyik ki, dövrdən çıxaq. Baxın, hə deyəndə biz dövrdən çıxırıq. Onda burada nəticəmiz neçə alınacaq? Deməli, n burada olacaq, n vurulsun 81 bölüdüm 279, 279 edirəm, 729 şərtinə hə deməliyəm. N olacaq burada 729 81-ə bölünsə olacaq 9. 9 gətirib yerinə qoyanda, 9-u biz vuranda 81-ə nəticə olur 729. Bölüdüm 729-dan bu şərtə yox deyirik. Hə deyə bilməyimiz üçün 9 yox, bunu biz 10 götürməliyik ki, 10-u vuraq 81-ə və 729-dan böyük qiymət olsun ki, şərtə hə deyə bilək. 10 vurulanda 81-ə 810 eləyəcək. Böyüdüm 729-dan hə deyəcək. Bu bizim olacaq sonuncu dövrümüz. Bir qiymətimiz olacaq 10. İndi digərini müəyyənləşdirmək üçün bir dövr az götürmək lazımdır. Yəni, n-i biz 3-ə 3 dəfə vurmalıyıq, 4 dəfə yox. Onda n vur 3 vur 3-dən bu böyük 729 şərtinə yox deyib davam etməliyik. Bu bir əvvəlki dövrdür. Buradan n vurulsun. Deməli, 339 27 eləyəcək. Böyüdüm 729-a biz yox deməliyik. 729-u bölsəm 27-yə nəticəmiz olacaq elə 27-nin özü. N olacaq 27. 27 gətirib yerinə qoysaq olacaq 729. Böyüdüm 729-dan yox deyib dövrdən çıxacaq. Demək ki, bizim ən kiçik dəyərimiz 10, ən böyük dəyərimiz 27 olmuş olacaq. Bunların da cəmi 10 üstə gəl 27-dən nəticəmiz olacaq 37. Bu proqramın rahat qaydasıdır. İndi gəlin o 4 dənə dövrü gedərək ənənəvi şəkildə görək. Burada olacağı B variantı.
Deməli, əyani şəkildə görmək istəsək, T bizdə 24-dür, N bizdə bilmirik neçədir. N böyüdür 729, mən hələ ki buna yox deyirəm. Düşürəm aşağı. N bərabər N vur 3. N bilmirik neçədir, 3-ə vurulanda olacaq 3N. Düşürük aşağı, T bərabər T plus 15. T'nin ilkin dəyəri 24-dür. Üzərinə gələcək 15. 4, 5, 9, 2, 1, 3. Olacaq 39. Qayıdırıq təzədən dövrə. 3N-dən qayıdırıq artıq. N'in dəyəri 3N-dir. Böyüdürmü 729-dan? Bu şərtə deyirik, yox. N olacaq bizdə 3N vurulsun yenə 3. T də olacaq bizdə 39 üstə gəlinsin 15. Burada nəticəmiz 3, 1, 4, 1 ədəd 5 olacaq. Dövrə qaydırıq. Deməli, 3 dəfə 3, 9N-də. Böyüdürmü 729-a? Yenə yox deyirik. N olacaq bizdə 9N vurulsun 3. T də olacaq bizdə 54 üzərinə gəl 15. Nəticə olacaq 4, 5, 9, 5, 1, 6, 69. Daha sonra buradan alınmalıdır 84 bu arada, bunu qeyd edeyim. Qaydıram təzədən dövrə 9 dəfə 3, 27 qiyməti ilə. Böyüdürmü 729-dan? Yenə şərtə yox deyirəm. N olacaq bizdə, deməli, 27N vurulsun 3 kimi. Və T də bizdən olacaq 69-un üzərinə, deməli, gələcək 15. Nəticəmiz olacaq 84. 84. İndi artıq biz 84 dəyərini aldıq deyə, bundan sonraki şərtə, yəni 27-ni çevirəcək 81 N böyüdürmü 729 şərtinə hə deyib dövrdən çıxmalıyıq. Və bizə artıq bu son iki şərt lazımdır. Və bu iki şərt üzərində biz deməli N'in ən kiçik və ən böyük nəticəsini müəyyənləşdirəcəyik. Buradan 27 N'dir bu arada, bunu qeyd etməyi unutmuş ola bilərəm. Deməli, buradan 729 27-yə bölünəndə N olur 27, bir dəyərim bu olur. Bir də 729 81-ə bölünəndə nəticəmiz olur, deməli, 9. 9 götürəndə hə deyə bilmirəm, ona görə biz bunu 9 yox, 10 götürürük. Beləliklə, bu halda da biz 27 və 10 dəyərlərini əldə etmiş oluruq. Nəticə olacaq bunların cəmi 37. Bu qədər. Daha sonra davam edən növbəti sualın nümunəsi ilə. Deməli, baxırıq indi bu suala 0, 1, 2, 3, 4 qeyd edək. Burada n bərabər n sıfırıncı element olacaq. N0 bizdə 5-dir. Bu olacaq 5. For dövrü vasitəsilə siyahının elementlərinə bir-bir müraciət edəcək. Deməli, x birinci gedəcək, 5-i götürəcək. 5-i götürəndə burada if vasitəsilə sual olunur. 5, yəni x kiçikdirmi m-dən, yəni 5-dən. Buna deyirik, yox, heç bir iş görmürük. Daha sonra x bərabər 2 qiymətini götürəcək. 2 kiçikdirmi 5-dən? Buna deyirik, hə. O zaman m x-ə bərabər olacaq. M olacaq bizdə 2 və remove x silinəcək. Yəni, buradan 2 silinmiş olacaq. Daha sonra x bərabər 8 ilə müraciət edirik. 8 kiçikdirmi 2-dən? Artıq m-in yeni dəyəri 2-dir. Deyirik, yox, heç bir iş görmürük. X bərabər 1 ilə müraciət edəndə 1 kiçikdirmi 2-dən? Bu şərtə hə deyirik. Hə deyəndə artıq buradan 1-i siləcək və eyni zamanda m-i 1-ə bərabər götürəcək. Ən sonda da x bərabər 9 qiymətində 9 kiçikdirmi 1-dən? Bu şərtdə yox dediyimizə görə heç bir iş görünməyəcək. Beləliklə, bizim siyahımızın 2 və 1 elementi silinəcək. Nəticədə 5, 8, 9 elementləri qalmış olacaq. Daha sonra da sum n-dir. Verilmiş n siyahısının elementləri cəmlənəcək. 5 üstə gəl 8, üstə gəl 9. Deməli, 13, 9, 3, 12, 22. Nəticəmiz olacaq. Buna əsasən 22. Daha sonra burada olacaq cavabımız 22. Davam edirəm növbəti sualla. Deməli, HTML kodu verilmişdir. Browser pəncərəsində əks olunan cədvəl haqqında verilmiş mülahizələrdən yanlış olanları seçmək lazımdır. Deməli, TR 1 açılır, bağlanır, TR 2 açılır, bağlanır, TR 3 açılır, bağlanır. Deməli, 3 dənə sətirdən ibarət bir cədvəldir. 3 sətirin bizdə 2 dənə sütun olacaq. İndi, yəni belə bir cədvəlimiz var da bizim. Deyək ki, bu birinci sətir, bu ikinci sətir, bu da üçüncü sətir. Birinci olacaq A, burada olacaq B, burada olacaq C, burada olacaq D, burada da bir dənə olacaq D. Təxmini belə bir cədvəl olmalıdır. İndi, nə edirik? Cədvəlin ikinci sütunu üzrə cəmi 2 ədəd dolu xana mövcuddur. İkinci sütun üzrə, bəli, 2 ədəd dolu xana mövcuddur. Bu doğrudur. Cədvəl ümumilikdə 6 xanadan ibarətdir. Ümumilikdə bizim cədvəlimiz neçə xanadan ibarətdir? 1, 2, 3, 4, 5, 6 xanadan ibarət. Sadəcə bura boşdur da. Bu da doğrudur. Deməli, bircə dəqiq, ümumilikdə 6 xanadan ibarətdir. Yox, ümumilikdə 6 xana deyil. Axı burada da var. Yox, ümumi 6 xana deyil. Üzrü sayın, ümumi 6 xanamız deyil. Ümumi çoxlu xana sayır. 9 xana var ümumi. Bu səhvdir. Bu cədvəldə ümumilikdə 6 ədəd TD teki istifadə olunarsa, cədvəl tam düzbucaqlı formasını alır. 6 ədəd TD teki, yəni 6 ədəd əlavə
sətir, sütun əlavə olunarsa, deməli düzbucaqlı formasını alır. Bəli, əlavə sütunlar olsa düzbucaqlı formasını alacaq. Birinci sütun üzrə bütün xanalar doludur. Birinci sütunda bəli, birinci xanalar dolu idi. Y xanası vizual olaraq A və C xanaları ilə eyni sütunda yerləşir. Bu da doğru bir mülahizədir. Səhv olan bir dənə olacaq. 2, yəni A variantı. Daha sonra indi baxırıq bura. Deməli, T3H8 olub ən sonda. İştirak metodu ilə geçsək, T1H1 dəyişən öz qiymətini dəyişirsə, olacaq iştirixin sayı bir vahid altında T2, buradan T1 də H1'dir, buradan H2 olacaq, buradan T2H deməli 1 və buradan da H3 olacaq, T2 olacaq, H2 olacaq. Aha. İndi buradan ən sonda H3 olub bizdə 8 və T də ən sonda burada dəyərini dəyişir də. Deməli, T2 də buradan olur 3. Onda T2'ləri gördüyümüz yerə 3 yazsaq, burada biz onda 3 yazacağıq. Onda 8 bərabər 3 üzərinə gəlinsin, H2 yazsaq, buradan H2'nin dəyərini 8-dən 3 çıxaraq 5 əldə edə bilərik. H2'nin yerinə 5 yazsaq, 5 bərabər, T2 də bayaqdan 3 idi. 3 vurulsun H1, bölünsün 3'ə əsasən, baxın bu hissəyə əsasən, buradan 3H1 bərabər 15'dən H1'in dəyərini 15'i 3'ə bölərək 5 tapmış olaraq. H1'i 5 tapdıqsa, onu da gətirib burada yerinə qoyub, buradan T1'i tapa bilərik. Deməli, T2 bizdə 3'dür. 3 bərabər T1 bölünsün 3 üzərinə gəl, H1'də 5'dir. Buradan 3'ü orta vuruq kimi götürsək, T1 üstə gəlinsin. 15 bərabər 3 dəfə eləyəcək. 9. Daha doğrusu birbaşa yazmayaq da. Bura 3 yazaq. 3 yazaq. Buradan T1 üstə gəl 15 bərabər 9 yazacaq. Buradan da T1 bərabər mənfi 6'nı vermiş olacaq. Demək ki, T1 6 da H1 5'dir. Mənfi 6 və 5 olacaq variant. Daha sonra 16'lı say sistemində verilmiş bu ədəd 8'li say sisteminə çevirmək lazımdır. Onu da verilmiş ədədə əvvəlcə 2'li say sisteminə gətirək. Sadəcə burada müsait bir yer yoxdur. Harada gətirə bilərəm? Gəlin burada yazaq. Deməli, A1C ədədidir. 16'dan əvvəl ikiliyə gəliriksə 8, 4, 2, 1 qaydasından istifadə edəcək. C bizdə ABC 12'dir. 12 almaq üçün hansı rəqəmlərdən istifadə edəcək? 8, 4, 12 ilə yazarıq 1, 1, 0, 0. 1 almaq üçün 0, 0, 0, 1. A da bizdə 10'dur. 10 almaq üçün 1, 0, 1, 0 yazacaq. Bu oldu ikili say sistemində. İndi bunu gətiririk 8'liyə. Bu zaman 3 parçalamaq lazımdır. Deməli, 4, 2, 1'ə əsasən bu olacaq 4. Buradan deməli, birinci getdi bu. 4, 2, 1 əsasən bu olacaq 3. Bu 0'dır və burada da 4, 2, 1 əsasən 4, 2 eləyəcək, 4, 1 eləyəcək 5. Nəticəmiz olacaq 5, 0, 3, 6 ədədi 8'lik say sistemində, yəni C variantı. Doğru fikri müəyyənləşdirmək lazımdır. Keş yaddaş ən böyük tutumlu yaddaşdır. Xeyr, keş yaddaş RAM tipli yaddaşdır və verilənləri müvəqqəti yaddaşda saxlayır. RAM verilənləri uzun müddətli saxlanır. Xeyr, SSD yaddaş qurğusu disketdən daha aşağı sürətlidir. Əksinə, disketdən yuxarı sürətli. Disket bizdə FFT-dir, FT-dir daha doğrusu. Bu ən aşağı tutuma malik olan, ən aşağı sürətə malik olan ən köhnə yaddaş qurğusudur. 1,44 MB tutumu var bunun. Ona görə bu ən sondadır. ROM enerjidən asılı deyil. ROM daimi yaddaşdır. Keş yaddaş prosesorun daxilində yerləşir, tamamilə doğrudur. Bizim birinci səviyyəli keş yaddaşımız var, bir də ikinci səviyyəli var. Birinci səviyyəli prosesorun daxilindədir, ikincisi isə RAM-la prosesorun arasındadır. Daha sonra indi baxırıq bu suala. Deməli, siyahımız verilib, K bərabər A0-cı element. A0-cı element bizdə 14'dür. Onda K olacaq bizdə 14. N bərabər len A. Onda A siyahısının elementləri N vasitəsilə sayılacaq. Necə olacaq? 2, 4, 6, 8, 10 dənə. Burada nəticəmiz olacaq 10. N burada 10 olacaq. Onda biz 1-dən 10'a qədər 10 götürülməyəcək, 9'a qədər dövr eləməliyik. Gəlin bu dövrü etmədən görək nəticəni necə əldə edə bilərik. Deməli, biz bu şərtə nə vaxt hə deyəcəksə, həmin zamanda K bərabər A-inci element olacaq. Aha. Şərtə hə deyəndə K dəyişəcək, A-inci elementə bərabər olacaq. Və if-ə yox deyəndə elifə düşürük. Aha. Bu şərtə hə deyəndə isə burada K bir vahid artacaq. Aha, maraqlı bir sualımız. Deməli, A-inci element kiçikdirsə 14'dən, eyni zamanda ədəd cütdürsə, deməli, bizə buradan düz ədədlər lazımdır. Ədəd cütdürsə, eyni zamanda K-dan 14'dən kiçikdirsə, o zaman K bərabər A-inci element olacaq. Yəni, K burada daha kiçik elementlə əvəz edilmiş olacaq. Aha, indi misal üçün 14 ilə müraciət etsək A0-cı element. A0-ı dəymirik. Üzrü sayın 1-dən başlayır. A1-ci elementdən başlayırıq. 1 8-dir bizdə cüt ədəddir. Cüt ədəd kiçikdir 14'dən. Buna deyirik. Hə, eyni zamanda cütdür. Onda K bərabər olacaq 8-ə. A birinci elementi. K oldu 8. İndi ikinci element bu tək də artıq. Ona görə bu şərti ödəmir. Düşürük bura. A-inci element bərabərdir mi K-ya? Yəni A
ikinci element bərabərdirmi 8-ə deyirik, yox. Onda burada da heç bir iş görülməyəcək. Yəni tək olanda xüsusi bir iş görülmür. İndi 6 yenə cütdür və eyni zamanda 8-dən də kiçikdir. Onda k bərabər olacaq bu dəfə 6-ya. 11 təkdir, burada bir iş görülməyəcək. 4-də 4 cütdür, kiçikdirmi k-dan, 6-dan kiçikdirmi hə deyəcək. O zaman eyni zamanda cütdür. Onda deməli k bərabər olacaq 4-ə. K bərabər olacaq 4-ə. Daha sonra burada necə bir proses gedəcək? Bircə dəqiqə. Deməli 18-də götürsək. A-inci element bərabərdirmi k-ya? Bəs elifə nə zaman hə deyəcək biz? A-inci element k-ya bərabər olanda. İndi baxaq. Bu 4-dür. 4-də hə dedik, 18-də. Kiçikdirmi k-dan? Aha, 18 kiçikdirmi 4-dən? Deyirəm, yox. Gəlirəm bura. 18 bərabərdirmi 4-də? Buna da deyirəm, yox. Tamam, o zaman bu da getdi. Cüt olmasına baxmayaraq bu şərti ödəmədi. 5 təkdir, ümumiyyətlə bizim işimizə yaramayacaq. 12-də kiçikdirmi 4-dən? Deyirəm, yox. Bu da onda bizim işimizi görməyəcək. Və 10 qoysam, 10 kiçikdirmi 4-dən? Yenə yox deyirəm. Onda nə edəcəyik biz? K bərabər ən sonda 4 olur. Gəlirik bura. X, Y, A-nın elementinə bir-bir müraciət edəcək. X böyükdürsə K-dan S1 vahid artacaq. Aha. Deməli, K bizdə 4-dür. Onda 4-dən böyük olan elementlərin sayı tapılacaq. Yenidən A siyahısına müraciət edəcək. Bu siyahıda 4-dən böyük olan elementlərin S vasitəsilə sayı tapılmış olacaq. Bizim siyahımızın elementləri hansılardır? Deməli, bir dənə bunların xəttini götürək. Bu elementlərdir. Burada 4-dən böyük elementlər hansılardır? 14, 8, 25, 3, 4, 5, 6, 7, 8, 9. Demək ki, S bizdə olacaq. Ən sonda 9. Bu formada nəticəni müəyyənləşdirmək olar. İndi uzun yolunu da gedərək izah edəcəm. Sadəcə istədim ki, analiz formada izah edeyim. Deyirəm, aydın oldu. İndi gəlin uzun metodunda gedək. Deməli, başlayaq. K bərabər A sıfırıncı element. Sıfırıncı element bizdə 14'dür. Bu olacaq 14. Len A 2, 4, 6, 8, 10 olacaq. Bu bərabər oldu 10. N'in yerinə qoyduq 10. İndi i bərabər 1 ilə başlayırıq. I bərabər 1 olanda deyirəm ki, A birinci element kiçikdir mi K-dan? A1 bizdə 8-dir. 2, 3, 4, 5. 8 deyirik ki, kiçikdir mi K-dan? K bizdə 14-dür. 14. And bu bizdə cütlük şərtidir. Ədəd 2-yə tam bölünürsə, qalıq 0-dırsa, demək ki, cütlükdür. Eyni zamanda A birinci elementi, yəni 8-in 2-yə bölünməsindən alınan qalıq bərabərdir mi 0-a? Hər iki şərtə hə deyirik. Ənddə hər iki tərəf mütləq ödənməlidir ki, şərtə hə deyirik. Bu zaman K bərabər olacaq A-inci elementi, yəni A birinci elementi, A1 də bizdə 8-dir. Onda K oldu 8. İlfə hə deyəndə elifə düşmürük biz. Bunu nəzərə alaq. Bu hissə isə bu for dövrünün sonunda yerinə yetirilən hissədir. Yəni, bu sonda bir də dövrə gedəcək. İndi, i bərabər 1 oldu. Gəlirəm, yazıram i bərabər 2 qiymətində. i2 qiyməti bizdə 25-dir. 25 kiçikdir mi? Deməli, K-nın yeni dəyəri 8-dən. And 25-in 8-ə 8 deyirəm, 2-yə bölünməsindən alınan qalıq bərabərdir mi 0-a? Hər ikisinə yox deyirik, heç bir iş görmürük. Bura yox deyəndə düşürük elifə. Elifdə yazılıb A ikinci element. Bərabərdir mi K-ya? A2 bizdə 25 idi. 25 bərabərdir mi? Deməli, K 8-ə. Buna da yox deyirik. Ona görə yenə heç bir iş görülmür. Ona görə deyirəm ki, elifə düşmürük. Bayaq da onu vurguladım ki, yəni elifdə heç bir iş görülməyəcək. İndi i2 oldu. Gəlirəm indi i bərabər 3 dəyəri ilə müraciət etməyə. i-yə 3 verəndə A üçüncü element bizdə neçədir? 6-dır. 6 kiçikdir mi K-dan? Yəni 8-dən. And 6-nın 2-yə bölünməsindən alınan qalıq bərabərdir mi 0-a? Hər ikisinə hə deyirik. Bu durumda K bərabər olur 6-ya. Yəni bir növ, bu bax gedişat bizə bunu göstərir ki, siyahının ən kiçik cüt ədədini axırda biz K-ya mənimsədəcəyik. Həqiqətən də görəcəksiniz, axırda 4 mənimsəyəcək. Ən kiçik cüt ədədi görəcəksiniz ekranda. Deməli, K üçün deyirəm. K oldu 6 və elifə düşmürük. Bu getdi. İndi i bərabər 4-ə baxaq. i bərabər 4 qiymətində 4-cü element bizdə 11-dir. 11 kiçikdir mi K-dan? K-nın son dəyəri bizdə 3 üçün 6 idi. 11 kiçikdir mi 6-dan? And 11-in 2-yə bölünməsindən alınan qalıq bərabərdir mi 0-a? Hər ikisinə yox deyirik. Yox dediyimiz üçün düşürük elifə. Deyirik A4-cü elementi, yəni 11 bərabərdir mi 6-ya? Buna da yox deyirik. Artıq bu halda da heç bir iş görülməyəcək. Gəlin bunu da o tərəfə qoyaq, çünki burada artıq yerimiz biraz məhduddur. i bərabər 4 ilə də müraciət elədik. Gəlirik indi i bərabər 5 ilə müraciət eləməyə. 5-ci element bizdə 4-dür. 4 kiçikdir mi 6-dan? 6 hədə K-nın son dəyəri 6 idi. Və eyni zamanda and
4 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Hər ikisinə hə deyirik. K bizdə olacaq buradan 4. Və hə dediyimizə görə də elifə düşmürük. İndi i bərabər 5 ilə də biz deməli müraciət elədik. Gələk indi i bərabər 6 ilə müraciət edək. i bərabər 6-cı element 18-dir. Baxın, 18 K-dan, yəni 4-dən kiçik deyil, amma cüt ədəddir. And 18-in 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdir. Bu düzdür, amma bu səhvdir. Nəticə olacaq yenə yox. Yox deyəndə elifə düşəcək. Onda deyəcək A 6-cı element, yəni 18 bərabərdir K-ya, yəni 4-dür. Buna da yox deyəcək. Beləliklə bu halda da heç bir iş görülməyəcək. İndi bunu da qoysaq bura. Yəni bu formada gördüyünüz kimi daha uzun, daha qəliz bir şəkildə ilərləyirik. Ona görə də çalışmaq lazımdır. Dövrü getmədən nəticəni müəyyənləşdirək. Deməli 18 ilə müraciət elədik. Baxın 5 ilə müraciət edəndə A7-ci elementlə. Deməli i bərabər 7 ilə müraciət edəndə buradan A7-ci element bizdə 5-dir. Bu kiçikdir, mən 4-dən yox deyəcəm. Heç digər nüansa baxmağa ehtiyac yoxdur. Eyni zamanda zaten burada ödənmir. 500 ədəddə deyil. Elifə düşəcək. Onda elifdə də deyir ki, A7-ci element, yəni 5 bərabərdirmi 4-ə? Buna da yox deyəcək. Bu da heç bir iş görməyəcək. i bərabər 8 qiymətində də yenə 8-də 8-ci element 12-dir. Kiçikdirmi 4-dən yox deyəcəm. Elifə düşəcəm. 12 bərabərdirmi 4-ə? Yox deyəcəm. i bərabər 9-da isə 10-dur. 10 kiçikdirmi 4-dən yox deyəcəm və 10 bərabərdirmi 4-ə yenə yox deyəcəm. Beləliklə bu şərtləri də yerinə yetirdik və nəticəni əldə eləmiş olduq ki, K bizdə oldu 4. Yəni siyahının ən kiçik cüt elementi alınmış oldu. Deməli buradan K'mız 4 oldu. İndi K'nın 4 dəyərini biz yadımıza saxlayırıq burada. Burada təzədən A siyahısının elementlərinə bir-bir müraciət gedir. Yəni, x gedəcək bir dəfə 14-ü, bir dəfə 8-i, bir dəfə 25-i bir-bir gətirəcək. Hansı elementlər ki, baxın, burada K ilə müqayisə olunurlar. Hansılar ki, K-dan böyükdür, yəni 4-dən böyükdür. O zaman həmin elementlərin S vasitəsilə sayı tapılacaq. Yəni, x bizdə, misal üçün, birinci 14-dür. Sual olunur. 14 böyükdürmü 4-dən? Deyirik, hə. O zaman S bir vahid artsın, 1 olsun. Sonra x bərabər 8-dir. 8 böyükdürmü 4-dən? Deyirik, hə. O zaman S 2 olsun. Hansı qiymətlər 4-dən böyükdür burada? 14-dür, 8-dir, 25-dir, 11-dir, 18-dir, 5-dir, 12-dir, 10-dur. Yəni 3, 4, 5, 6, 7, 8. Bir dəqiqə 9. Aha, 6 da böyük daxil. 9. 9 dənə elementin hamısı 4-dən böyük olduğuna görə nəticəmiz S üçün ən sonda 9 alınmış olacaq. Ümid edirəm hər iki formada fikrimi izah edə bildim. Daha sonra faylın adı bu şəkildədir. Məktəb qovluğunun alt qovluğu hansıdır? Məktəbin alt qovluğu məktəbdən öndə yerləşən layihə qovluğudur olacaq A variantı. Baxsaq indi 77-ci suala. Deməli burada nə istənilir bizdən? Hansı mülahizələr doğrudur? Aha. DNS IP ünvanlarının simvolik adlarla əlaqələndirən xidmətidir. Bəli, tamamilə doğrudur. TCP IP internetin əsas protokol yığımıdır və burada TCP məlumatın paketlərlə ötürülməsinə nəzarət edir. IP isə paketlərin ünvanlanmasını bəli yerinə yetirmiş olur. Bu da doğrudur. Switch siqnalları ona qoşulmuş bütün kompüterlərə deyil, ünvanlı olaraq yalnız tələb olunana ötürülür. Bütün kompüterlə ötürən qurğu bu bizdə hub'dır. Bütün kompüterə ötürən hub olacaq. Daha sonra bu 2-3 doğrudur. HTTP protokolu kompüterlər arasında elektron məktubların göndərilməsi üçün istifadə edilmir. Xeyr. Elektron məktubların göndərilməsi SMTP-dir. SMTP. SMTP-dir burada. Bir də POP3 var idi. POP3. Bunlardan başqa bir dənə də elektron poçt protokolumuz var. Bir də IMAP. IMAP. Deməli, SMTP, POP3 və IMAP. SMTP göndərilməsi idi, POP3 qəbul edilməsi idi, IMAP da səhv etmirəmsə göndərilməsi olacaq. Yəni, HTTP bizdə internet protokoludur. Elektron poçtla əlaqəsi yoxdur. Şlüz qurğusu eyni protokolla işləyən lokal şəbəkə daxilindəki kompüteri bağlayır. Kompüterləri əlaqələndirən, eyni protokolla işləyən kompüteri əlaqələndirən qurğumuz şlüz deyil, switchdir. Switchdir. Şlüz sadəcə bir yoldur. Bir lokal şəbəkəni qlobal şəbəkə ilə əlaqələndirən bir qurğudur switch. Şlüz daha doğrusu. Ona görə də 5 də səhv olacaq. Bu durumda 4-5 gedəndə bu gedir, bu gedir. Zaten 1-2-3 düzdür. Elə cavabımız A variantı qalır. Y də gedir, D də gedir. Daha sonra davam edirəm növbəti sualın nəsilə. Deməli, həcmi megabaytla müəyyənləşdirmə lazımdır. Bu zaten megabaytdır. Onda gəlin 1024 kilobaytı gətirən megabaytdır. Bunun üçün nə edirik? Megabaytla kilobaytla megabayta gəlmək üçün ikisindən böyük keçiriksə bölürük. Onda 1024-ü böləcək 1024-ə. Yəni 2 üstü 10-a. Nəticə olacaq 2 üstü 0, yəni 1 megabayt. Buradan da biz nəticəni 1 megabayt əldə edirik. Daha sonra isə 2 üstü 21 bitimizlə müraciət edirik. 2 üstü 21 bit neçə
megabaytdır. Bunu biz əgər megabayta gətirmək istəyiriksə, bitdən megabayta gələndə 2 üstü 23-ə bölməliyik. Burada nəticə neçə alınacaq? 2 üstü 21 böləndə 2 üstü 23-ə, nəticədə 1 bölünsün 2 üstü 2, yəni 1 bölünsün 4 qalacaq. Buradan da 1 megabayt buradan, 1 megabayt da buradan. 1 buradan, 1 də buradan eləyəcək 2 megabayt. 1 bölünsün 4-dən də nəticəmiz necə gələcək? Buradan gələcək 0,25. Bunun üzərinə də 2-ni gələndə nəticə olacaq 2,25 megabayt. Yəni Y variantı. Aha, baxırıq indi cədvəl informasiya modelinə aid belə bir sualın nümunəsinə. Mülahizələrinizi oxuyaq. Naxçıvanda yaşayan mütəxəssis kiber təhlükəsizlik sahəsində çalışmır. Aha, Gülnarə nə Gəncədə yaşayır, nə də süni intellekt sahəsində çalışır. Deməli, Gülnarə üçün Gəncəyə də minus qoymaq lazımdır, süni intellektə də minus qoymaq lazımdır. Blockchain sahəsi üzrə mütəxəssis nə Gəncədə yaşayır, nə də bu şəxs Fuad deyil. Aha, Fuad həm blockchain üzrə mütəxəssis deyil, eyni zamanda Gəncədə də yaşamır. Və bu şəxs Fuad da deyil. Bircə dəqiqə. İndi. Emin süni intellekt mütəxəssis deyil və o Bakıda yaşamır. Emin süni intellekt deyil, o Bakıda yaşamır. Süni intellekt deyil, Bakıda yaşamırsa, onda Eminə qalacaq Gəncə. Eminə Gəncə qalsa, digərlərinə minus qoyacağıq. Davam edək. Bakıda yaşayan mütəxəssis blockchain sahəsində çalışmır. Bakıda yaşayan hələ ki məlum deyil. Amma bilirik ki, Bakıda yaşayan blockchain deyil. Tamam. Blockchain sahəsi üzrə mütəxəssis nə Gəncədə yaşayır, nə də bu şəxs Fuad deyil. Blockchain üzrə Gəncədə də yaşanır. Baxın, burada deyir ki, blockchain sahəsi üzrə çalışan mütəxəssis Gəncədə yaşamır, eyni zamanda Bakıda da yaşamır. Onda blockchainə qalır Naxçıvan. Bu kimdirsə, blockchain bura qalacaq. İndi məsələ nədir? Biz nəyi müəyyənləşdirə bilərik? Bu minuslara əsasən Fuad üçün süni intellekti müəyyənləşdirə bilərik. Bura minus qoysaq, Fuadın harada yaşadığını necə müəyyənləşdirmək olar onda? Deməli, Naxçıvanda yaşayan mütəxəssislik kiber təhlükəsizlik sahəsində çalışmır. Deməli, Naxçıvan üçün kiber təhlükəsizlik zaten olmayacaq. Bunu qəbul etdik. Onda. Naxçıvanda yaşayana qalır blockchain. Düzdür? İndi davam edirik. Bircə dəqiqə. Emin süni intellekt mütəxəssisi deyil və o Bakıda yaşamır. Emin süni intellekt olmadı, Bakıda da yaşamadı. Tamam, bunu qeyd etdik. Blockchain sahəsi üzrə mütəxəssis nə Gəncədə, nə Bakıda yaşayır və bu şəxs eyni zamanda Fuadda deyil. Emin süni intellekt mütəxəssisi deyil, Bakıda yaşamır. Emin süni intellekt deyil, Bakıda da yaşamadı. Aha, bu durumda Fuad hələ ki Gəncədə, Gəncə deyirəm, üzrə süni intellekt sahəsində çalışır. Harada yaşadığını bilmirik. Və blockchain və kiber təhlükəsizlik Emin və Gülnarəyə qalır. İndi görək burada necə müəyyənləşdirə bilərik. Bayaq dedik ki, Gülnarə Gəncədə yaşamır və burada deyir ki, blockchain sahəsi üzrə mütəxəssis Gəncədə yaşamır. Onda Gülnarə blockchain ola bilməz. Bura minus qoyanda Gülnarəyə qalır, belə blockchainə qalır Emin. Onda bayaq dedik ki, Emin daha doğrusu Naxçıvanda yaşayan blockchain ilə məşğuldur. Onda Emin olacaq Naxçıvanda. Yox, üzr istəyirəm, bircə dəqiqə. Blockchain ilə yaşayan Naxçıvan qalır. Bircə dəqiqə, nəsə səhv eləmədim. Emin Gəncədədir. Biz dedik ki, blockchain sahəsi üzrə nə Gəncədə yaşayır, nə də bu şəxs Fuad deyil. Gülnarə üçün də müəyyənləşdirdik. Gəncədə yaşayır, nə də süni intellekt sahəsində çalışır. Gülnarə Gəncədə yaşamır. Bakıda yaşayan blockchain sahəsində çalışmır. Bakıda yaşayan tapdıq ki, Bakıda deyirəm, Naxçıvanda yaşayanı biz müəyyənləşdirdik ki, blockchain ixtisasındadır. İndi burada deyir ki, Naxçıvanda yaşayan mütəxəssis kiber təhlükəsizlikdə işləmir. Onda Naxçıvanda yaşayan kiber təhlükəsizlikdə işləmirsə, bizdə Gəncədə yaşayır Emin. Aha. Onda Naxçıvanda yaşayan kiber təhlükəsizlikdə işləmir. Biz əgər onda Gəncədə yaşayana kiber təhlükəsizlik yazsaq ki, kiber təhlükəsizlik Gəncədə olsa əgər. İndi bircə dəqiqə. Onda bura minus qoyacaq, burada minus qoyacaq. Bu durumda blockchainə qalır Gülnarə. Bayaq demişdik ki, Gülnarə, daha doğrusu blockchain işi ilə məşğul olan Naxçıvandadır. Onda Gülnarə olacaq Naxçıvanda. Bu durumda burada minus qoyanda bu minuslara əsasən Fuada qalacaq Bakı. Onda Fuad Bakıda süni intellektlə məşğul olacaq. Emin Gəncədə kiber təhlükəsizliklə məşğul olacaq. Gülnarə isə Naxçıvanda blockchain ilə məşğul olacaq. Bəli. Deməli, gəl onda variantlara baxaq, bircə dəqiqə. Aha, necə bir nəticə müəyyənləşdirdik?
Deməli dedik ki, Emin Gəncədə kiber təhlükəsizlik, Emin Gəncədə blockchain deyil, Emin Naxçıvanda deyil, Emin Naxçıvan deyil, Emin Gəncədə kiber təhlükəsizlik, Fuad Bakıda süni intellekt, Fuad Bakıda süni intellekt və Gülnarə Naxçıvanda blockchain. Bəli, cavabımız olacaq D variantı bu məlumatlara əsasən. Daha sonra davam edirəm növbəti suala. Adi qrafın bütün təpələrindən çıxan tillərinin sayıları cəmi 12 olarsa, qrafda ən az neçə til ola bilər? Bax, hər hansı bir qrafdır, bütün təpələrdən çıxan tilləri sayırıqsa, deyək ki, bu A təpəsidir, bu da B təpəsidir. Bax, bu tili həm A-dan, həm də B-dən sayırıqsa və ümumi hamısını 12 götürülürsə, onda biz bunun minimum neçə til deyirsə, minimum dediyinə görə biz o tili 1 saymalıyıq da, 2 yox. Ona görə də 2 mislini götürüb 12 yazıblar, minimum bu 6 ola bilər. Cavabını götürə bilərik. Daha sonra, indi baxırıq bu sualın nömrəmizə, burada bizdən nə istənir? Deməli, not informatikası 90-dan böyük, fizikası 90-dan böyük. Bircə dəqiqə, gəlin bunu digər səhifə üzərindən həll edək. Çünki burada bir yer məhdudiyyətimiz var. Bircə dəqiqə. Deməli, notu yazaq öz yerində. İnformatikası 90-dan böyük hansılardır? 90-dan böyük 1-dir, 3-dür, 4 deyil, yox, bircə dəqiqə. 1, 3, 5, 6, 7. 1, 3, 5, 6 və 7. Or fizikası 90-dan böyük. Fizikası 90-dan böyük 100, 2, 3, bir də 7. 2, 3, 7. Bu mötərizəni bağladıq. And kimyası 92-dən böyük. 1-dir, 2-dir, 3-dür. 92-dən böyük. Elə bu qədər. Olacaq 1, 2 və 3. İndi bura əvvəlcə oru tətbiq edək. Notu yazaq öz yerində. Orada bütün sətirlər birləşir. Olacaq 1, 2, 3, 5, 6, 7. And 1, 2, 3. İndi not 1, 2, 3, 5, 6, 7 o deməkdir ki, bunları götürmə, yerdə qalanları götür. Onda yerdə nə qalacaq? 1, 2, 3, 5, 6, 7 gedəndə 1, 2, 3, 5, 6, 7 gedəndə bir dənə qalacaq 4. Onda burada artıq ortaq yazı alınmır. Bircə dəqiqə, indi də səhv eləmədim. İnformatika 90-dan böyükdür. Deməli, 1-dir, 3-dür, 5-dir, 6-dir, 7-dir. Or, deməli, fizikası 90-dan böyük. Burada bəlkə mötərizə burada bağlanıb. Çünki burada, yox, deyirsən, elə bir dənə mötərizədir. Bircə dəqiqə. Biz onun da içərisini bütöv həll edib, bəlkə not götürməliyik. Hə, bax, bu mötərizə burada açılıb, burada bağlanır. Onda biz burada bu mötərizəni bağlamalıyıq. Bax, ikisini açıb, ikisini bağlamalıyıq. Bəli. Onda biz bunu belə yazmalıyıq. Baxın, əslində düz qeyd eləmişəm. Baxın, buradan bu formada yazmalıyıq. Yəni, bu mötərizəni həll edib, sonra not tətbiq etməliyik bura. Bu halda onda nə edirik? Deməli, ikisinin ortağı bizdə nə qədər olacaq? 1, 2, 3 olur da. Yox, burada 7 də var. Kimyası 92-dən böyük 7 də var, 96 da var. Onda burada ortağı olan olacaq 1, 2, 3 və 7. İndi deyir ki, bunları götürmə. Not 1, 2, 3, 7. Yerdə qalanlar nələr olacaq onda? 1, 2, 3, 7 gedəndə 4, 5, 6 qalacaq. Nəticəmiz olacaq 4, 5, 6, yəni 3 dənə yazım. Daha sonra, indi baxırıq bura. Unicode standartı ilə kodlaşdırılmış elektron sənəd 4 səhifədən ibarətdir. Hər səhifədə 16 sətir, 32 simvol var. ASCII standartında kodlaşdırılarsa, informasiyanın həcmi neçə bayt azalır? Unicode-dan ASCII-yə gəliriksə, onda informasiyanın həcmi 2 dəfə azalmış olur da. Yəni, onda biz Unicode-dakı həcmi tapıb 2-yə bölsək, ASCII-dəki həcmi müəyyənləşdirə bilərik. Deməli, buradan necə yazacaq onda biz? Bircə dəqiqə. Unicode standartında bir simvolumuz yaddaşda 2 bayt yer tutur. Simvol sayı nə qədərdir? 32. Yəni 2 üstü 5 sayda simvolumuz var, 2 üstü 4 sayda sətirimiz var və 2 üstü 2 sayda səhifəmiz var və bir dənə simvolun həcmi də yaddaşda 2 bayt yer tutur. 2 bayt. Bu bizim Unicode-da olan həcmimizdir. Unicode. İndi buradan nəticəmiz neçə olacaq? Baytla verir nəticəni. Tamam. 4, 5, 9, 10, 12. 2 üstü 12 bayt nəticəsində əldə olunur. Yəni 4096 bayt. İndi deyir ki, bu ASCII-yə gəlsə həcm necə bayt azalır? ASCII-yə gəlsə həcm 2 dəfə azalmış olur da. Yəni bu 2-yə bölünsə olacaq bizdə neçə? 211 eləyəcək. Yəni cavabımız olacaq 2048 bayt.
Bu rahat formada düşünməkdir. İndi gəlin tam detallı şəkildə izah edeyim. Bax, Unicode'da bir simvol 2 baytdır, ASCII-də isə bir simvol yaddaşda 1 bayt yer tutur. Yəni eyni həcmi ASCII-də hesablasam 1 bayta vuracam verilmiş məlumatları 2 üstü 4-ü, 2 üstü 5-i və 2 üstü 2-ni. Burada nəticəm 4, 5, 9, 2 də buradan 2 üstü 11 eləyəcək. Yəni 2048 bayt. Gördüyünüz kimi əvvəl 4096 idi, sonra 2048 oldu. Demək ki, 2048 bayt azalma qeyd edilmiş olur. Aha, indi def funksiyası verilib. Deməli, m vasitəsilə bu siyahı tərsinə düzüləcək. Gəlin onda yazaq. M bərabər 3, 10, 7 və 4. Daha sonra t m ilə müraciət edəcəyik. Tamam. O zaman deyək ki, n bərabər t deməli, m bizdə neçədir? BC dəqiqə. 1-1 müraciət edəcəyik də. Onda t3 ilə, misal üçün, birinci müraciət etsək, onda vəziyyət necə olacaq? T3 deyirəm, üzr sayın, ümumi T3, 7, 10 hamısına müraciət edəcək bircə dəqiqə. Olacaq belə T3, 10, 7, 4. Və bununla biz T funksiyasına müraciət edəcək. Olacaq T3, 10, 7, 4. Buradan len h bizdə 4-ü vermiş olacaq siyahının elementlərinin sayını. İndi bir-bir həmin elementlərə müraciət edəcək. I bərabər 0 ilə başlayacaq. Əgər h sıfırıncı element 2-yə bölünməsi halına qalıb 0-a bərabərdir. Yəni cütdürsə, elementin 2-yə bölünməsindən tam hissə götürüləcək. Əks halda təkdirsə 2 misli götürüləcək. Əla, misal üçün bu təkdir, 2 misli götürüləcək, olacaq 6. 10 cütdür, yarısı götürüləcək onda, olacaq 5. 7 təkdir, olacaq 14. 4 cütdür, olacaq 2. Nəticədə 6, 5, 14 və 2 nəticəsi ekrana çıxmış olacaq T üçün. Və ən sonunda da M2 ilə N1 istənilir bizdən. N bizdə, baxın, bu siyahı idi. Buradan 0, birinci element 5 gələcək. M isə tərsinə düzülmüş bu siyahıdır. Buradan da 0, 1, 2-dən 7 gələcək. Nəticəmiz 7 ilə 5-in cəmi, 5 buradan, 7 buradan 12-ni vermiş olacaq. Daha sonra deməli, rəng paletrası verilib və rəng çaları verilib. 25% sıfırlaşdırdıqdan sonra həcm nə qədər olar? Əvvəlcə sıfırlaşdırılmamış öz həcmini müəyyənləşdirək. Deməli, A vur, B vur, i bit düsturuna əsasən A vur, B bizdə 1024 vur, 512. 2 üstü 10 vur, 2 üstü 9-dur. Rəng çaları 256-dır. Rəng çaları bizdə N anlayışıdır. N 256-dırsa, onda bir pikselin həcmi 8 bit eləyəcək. Bunu da vuracaq 8-ə, yəni 2 üstü 3 bitə. Burada nəticəmiz neçə alınacaq? Deməli, 2 üstü 19 eləyəcək. Əsaslar eyni üstlər toplanır da. 19 buradan və 3 də oradan. 2 üstü 22 alacaq. 2 üstü 22 bit. Bizdən həcm kilobaytla soruşulduğuna görə bunu gətirəcək kilobayta. Yəni 2 üstü 13-ə böləcək. 22-dən 13 çıxsa nəticə olacaq 2 üstü 9. Yəni 512 kilobayt. Bu bunun 100%-də olan həcmidir. 100%-də 512 kilobaytdır. Bizə deyir 25% arxivləşdirilib. Onda yerdə nə qədər qalıb? 75%-i qalıb. 75%-də həcm nə qədər olacaq? Bunu müəyyənləşdirmək lazımdır. Bunun üçün x bərabər 100 məxrəcdə, deməli, 75 vurulsun 512 sürətdə. 75 ilə 125 ixtisar gedər. 3 burada qalar, 4 də burada qalar. 512 də 4-ə bölünsə nəticəmiz olacaq sürətdə 128. 128 də 3-ə vurulsa nəticəmiz olacaq 384. Cavab olacaq 384 kilobayt. Daha sonra davam edirəm növbəti sualla. Deməli, xanalar diapazonu verilib. C1 xanasının dəyərini müəyyənləşdirib. Bunu bilmirik x-dir. Başlayaq onda A2-ni hesablamağa. A2 bərabər A1 plus B1 plus 4. A1 bizdə 6-dır, B1 bizdə 10-dur, plus 4. Nəticə olacaq 20. Daha sonra B2 xanasına baxıram. B2 xanasına A1 plus C1 plus 1 yazılıb. A1 bizdə 6-dır. C1-in dəyərini bilmirəm. Bir də 1 yazacam. Olacaq 7 üzərinə gəlinsin x. Və C2 xanasına gəlirəm. A1 vurulsun, 6 vurulsun. B2 bizə necədir? B2 bizə 7 plus x-dir. Yazıraq 7 plus x. Onda gəlin bunu bu formada yazaq. Və bölünsün B1 minus 1. B1 bizdə 10-dur. Ondan 1 çıxacam eləyəcək 9. Onda bu bölünsün 9. Bu şəkildə biz bunu qeyd etməliyik. Aha. Buradan nəticəmiz neçə olacaq? 7 dəfə 6 42 üzərinə gəlinsin 6x bölünsün 9 alırıq. İndi məsələ nədir? Biz görürük ki, burada 20, 30 və 50 var. Yəni iki tərəfin cəmi bizdə üçüncü tərəfi verir. İki tərəfi cəmliyə 20-yə bərabər verir. Yazaq. 7 üstə gəlinsin x bərabər, yox üzərinə gəlsin.
42 üstə gəlinsin 6x böl 9 bərabər 20. Buradan 9 məxrəcdə 63 üzərinə gəl 9x üzərinə gəl 42 üzərinə gəl 6x bərabər 20 alırıq. Buradan deməli 15x üzərinə gəl. Deməli 3, 2, 5, 6, 4, 10. 105 bərabər 2 dəfə 9, 180. Buradan 15x bərabər 75, x da buradan 3 alınacaq. 3 deyirəm 5 alınacaq. İndi x-ə 5 qoysaq. Gətirib x-in yerinə 5 qoysaq, görə necə alınır? Bura 5 qoyanda 7, 5 eləyəcək 12. Bura 5 qoyanda 5 dəfə 6, 30, üzərinə 42, 52, 9-a bölünsə 8. Bir dəqiqə, 5 dəfə 6, 30 eləyəcək. 30-la 42 nə eləyir? 72 eləyir də. 72, 9-a bölünsə 8, bəli, düz alınır. Buradan da görürük ki, həqiqətən 12 ilə 8-in cəmi bizdə 20-ni verir. Demək ki, bizim diapazonumuza tam uyğun ədədlər alınmış olur. Deməli, burada x bərabər 5 alınmış olacaq. Daha sonra İndi baxırıq bura. T bərabər 60 olması üçün n dəyişəninin ən böyük qiymətini müəyyənləşdirin. T bizdə olmalıdır 60. T'nin ilkin dəyəri baxırıq ki 120-dir. 120-dən hər dövrdə 15 çıxıblar. T minus 15 yazılıb. Hər dövrdə 15 çıxıblar, amma bilmirəm neçə dəfə çıxıblar. Nəticədə 60 dəyərini əldə edirlər. Buradan biz x-i, yəni dövr sayını müəyyənləşdirə bilərik. Belə ki, 120-dən 60 tutsam eləyəcək 60, 60 da 15-ə bölünsə olacaq 4. Demək ki, 4 dəfə dövr etmişik. İndi baxırıq növbəti hissəyə. Deməli, n dəyərini biz bilmirik. Hər dəfə t ilə müqayisə olunur. Aha. Onda başlayaq. Deməli, n yazırıq buradan. N kiçikdirmi t-dən, yəni 120-dən. Buna deyirəm, hə. O zaman n bərabər n plus 4 olacaq. N üstə gəlinsin 4. T də bərabər t minus 15. 120-dən çıxacaq 15-i. 120-dən çıxsam 15 olacaq bizə nəticə 105. İndi n üstə gəl 4 yazıram. Kiçikdirmi 120-dən? Bu şərtə deyirik, hə. Burada olacaq n 4 vahid artanda n üstə gəl 4, üstə gəlinsin 4. Yəni, t də buradan olacaq 105 çıxılsın 15. Hər dövrdə 15 vahid azalma qeyd olunur. Bu olacaq 90. Ən sonda 60 almalıdır. Deməli, n üstə gəl buradan olacaq 8. Deməli, kiçikdirmi 120-dən? Yox, t 9-dur. 90 düzürü sayın. Bura səhv yazmışam. Burada artıq t-nin dəyəri 105-dir. Baxın, burada t dəyişir axı hər dövrdə. Burada 105 olur. 105. Burada da 90 olacaq. Çünki burada t dəyişir. Buna da hə demək lazımdır. Buradan n bizə neçə olacaq? N üstə gəlinsin 8, üstə gəlinsin 4. T də bizdə olacaq 90 çıxılsın 15. Nəticə olacaq 75. Və 8, 4 eləyəcək 12. N üzərinə gəl 12. Kiçikdirmi? T-dən, yəni 75-dən bu şərtdə də hə deyirik. N olacaq buradan, N üstə gəlinsin 12, üzərinə gəlinsin 4. Və T də buradan olacaq, deməli, 75-dən 15 çıxsam, nəticə olacaq 60. Artıq T üçün 60-ı alırıq. İndi deyirik, T üçün, N üçün almışıq 14, 2, 12, 4 eləyəcək 16. Bu, kiçikdirmi 60-dan? Bu şərtə artıq yox deyib dövrdən çıxmaq lazımdır. Artıq T üçün 60 almışıq. İndi burada bizə lazımdır son 2 şərt. Yəni, n üstə gəl 12, 75, n üstə gəl 16, 60. Bu şərtə yox deməliyəm, buna hə deməliyəm. Onda 75-dən çıxsam 12-ni, n üçün buradan nəticəni biz 63 taparıq. 63-ü yerinə qoyanda 63-dən 12-nin cəmi 75 eləyir. 75 kiçikdir 75-dən şərtdə yox deyirəm. Ona görə 63 yox, biz bunu 62 götürməliyik ki, 62-nin üzərinə 12-ni gələndə 74 eləsin, kiçikdirmi 75 şərtindən hə deyə bilək. Onda n üçün bir dəyərim 62 olur. Digərini hesablamaq üçün 60-dan 16 çıxmalıyam. Buradan da n olacaq bizdə 44. 44-ü yerinə qoyanda cəm 60 eləyir, kiçikdirmi 60-dan yox deyib dövrdən çıxırıq. Beləliklə, ən böyük qiymətimiz olacaq 62, ən kiçiyimiz olacaq 44. Bizdən ən böyük soruşulurdu. Nəticəmiz olacaq. Buna əsasən 62. Deməli, bunu dövr getmədən necə görmək olar? Baxın, n-in biz necə əldə etdik? 4 dövr gedirik. Yəni, n üzərinə hər dəfə 4 gəlirik və 4 dəfə gəliriksə, onda n üzərinə gəl 4 vur 4 olur. Bu düzdür. Və kiçikdirmi? T üçün də son dəyər bizdə neçə olur? 60 olur da. T-də ən sonunda 60 almalıyıq. Buradan olur 60. Bu şərtdə mən yox deyib dövrdən çıxmalıyam. Burada biz nəticəni bayaq neçə əldə elədik? Əldə elədik 44. Bir dəyərimiz olur bu. Bir də bundan əvvəlki dövrü tapmaq üçün n-in üzərinə 4-ü 3 dəfə gəlmək lazımdır. Bu n tərəfdir. Kiçik t tərəfdə elə bil ki 120-dən 3 dəfə 15 çıxılmış halına baxmaq lazımdır. Yəni 3, 15 eləyəcək 75. 120-dən də 75 çıxanda nəticəmiz neçə olacaq? Nəticəmiz olacaq 45. Yox, daha doğrusu 3, 15, 45 eləyir.
120-dən də 45 çıxanda nəticə olur 75. Buranı biz 75 ilə baxmalıyıq. Buna hə deyəndə də n üçün nəticəni 62 müəyyənləşdirmiş oluruq. Bu formada da dəyərləri müəyyənləşdirmək olar. Daha sonra sonuncu suallarımız gəlir artıq. İmece siyacı tagi şəkil əlavə eləmək üçün istifadə olunur. Table cədvəl tagidir. AA keçid linki yaratmaq üçün istifadə olunur. Deməli, href atributundan istifadə olunur. Burada A-dan söhbət gedir. Şəkil əlavə edir. Siyacı atributu olaraq göstərilir. Burada B-dən söhbət gedir. Və daha sonra mətnin rəngini, şriftini dəyişmək üçün font tagindən istifadə olunur. O burada yoxdur. Sətir sütunlardan ibarət olur. Daxilində TL, TL tagləri var. Bəli, bu da table tagindən söhbət gedir. Səhifənin başlığı browser zolağında görünən hissənin təyinidir. Bu bizə titledir. Title. Belə bir tagimiz var ki, başlıq zolağı əks etdirmək üçün istifadə olunur.